Bugün dünyaya baxışda Suriyada BMT müşahidəçilərinin maşın karvanına hücum edildi. Ermənistan müxalifəti parlament seçkilərinin nəticələrini qəbul etdi. Mitt Romney dünənki primerizdə əzimli qələbə çaldı. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Suriyada Birləşmiş Millətlər Təşkilatının müşahidəçilərinə məxsus maşın karvanını müşahidə edən zirehli maşınlar bomba hücumuna məruz qalıb. Hadisə beynəlxalq elçi Kofi Annanın ölkədəki situasiyanın vətəndaş müharibəsi ilə nəticələnə biləcəyini deməsindən sonra baş verib. Partlayış BMT müşahidəçiləri ixtişaşların mərkəzi olan Dəra şəhərinə çatması ərəfəsində həyata keçirilib. Hadisə nəticəsində ən azı 6 nəfər xəsarət alıb. Müşahidəçilər missiyasının rəhbəri general-mayor Robert Mood və digər müşahidəçilərin yaralanması barədə məlumat yoxdur. Müşahidəçilər cənab Annanın vasitəçiliyi ilə əldə olunan sülh planının tərkib hissəsi olaraq kövrək atəşə nəzarət etmək üçün Suriyanın bütün şəhərlərinə səfər edirlər. Ermənistanın aparıcı müxalifət partiyası Ali Məhkəmədən bazar günü seçkilərinin nəticələrini ləğv etməyi tələb edir. Müxalifət səsvermənin saxtalaşdırıldığını iddia edir. Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi 131 yerlik parlamentdə cəmi 7 yer qazana bilib. Hakim Respublikaçılar Partiyası 68 yerə sahib olub. EMK Respublikaçıları səsləri satın almaqda, seçkilərə təzyiq göstərməkdə və seçki qutularına müdaxilə etməkdə günahlandırır. Respublikaçılar seçkilərin demokratik keçdiyini deyirlər. Beynəlxalq monitorlar seçkilərdə qanun pozuntularının baş verdiyini desələr də, Ermənistan hökumətini dinc səsverməyə görə alqışlayıblar. Rusiya prezidenti Vladimir Putin deyib ki, onun ölkəsi beynəlxalq arenada öz siyasətlərini tətbiq etmək üçün səylərini artıracaq. Cənab Putin Moskvadakı Qızıl Meydanda 1945-ci ildə nasist Almaniyası üzərində qələbənin qeyd edildiyi paradda çıxış edib. Paradda Rusiya prezidentinin çıxışını 14 min hərbçi və minlərlə qonaq izləyib. Qeyd edək ki, bir həftə əvvəl Rusiyanın birgə qərargahlar rəisi ABŞ-la Avropada raketdən müdafiə sistemi ilə bağlı mübahisə böyüdüyü təqdirdə Rusiyanın qabaqlayıcı hücumları nəzərdən keçirəcəyini bildirib. Respublikaçı prezidentliyə namizəd Mitt Romney əlavə 3 ştatda primerizdə qələbə çalıb. Bu qələbələr onun rəsmən namizəd olmaq şanslarını xeyli gücləndirir. Indiana, Şimali Karolina və Qərbi Virginia ştatlarındakı qələbələrdən sonra Romney indi Respublikaçıların ümumilli qurultayına gedəcək 900 nümayəndəyə malikdir. Sabiq Massachusetts qubernatoruna namizədliyi təmin etmək üçün 1144 nümayəndə lazımdır. Biz prezident Obamadan bunu gözləmədik. O dəyişiklik və ümid vəd etmişdi və demişdi ki, hamımızı birləşdirmək istəyir. Amma ritorika reallıqla toqquşdu və reallıq üstün gəldi, deyə Romney bəyan edib. Indiana primerizində Respublikaçı senator Richard Lugar 30 il təmsil etdiyi ştatdan namizədliyini irəli sürmək şansından məhrum olub. 80 yaşlı senator partiya daxili yarışda mühafizəkar çay ziyafəti hərəkatının nümayəndəsi Richard Murdocha məğlub olub. Şimali Karolinada seçicilər ştat konstitusiyasında nikahın kişi ilə qadın arasında olması barədə qanunun yer almasını dəstəkləyiblər. Günün mühüm xəbər və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin veb-saytında izləməyi unutmayın. Ünvanımız 3w.amerikanınsəsi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Əskər Möhsümoğlu sizinlə xudahafizləşirəm. Sağ olun.